Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir soslu makaron hazırlayacağıq. Bunun üçün bizə lazım olacaqdır. Bax belə makaronlar, ondan sonra sarımsaq, soğan, pomidor, çəkilmiş ət və yağ, duz, istiot zövqə görə. İlk öncə deməli əziz izləyicilər nə edirik? Makaronlarımızı suda pişiririk. Deməli əziz izləyicilər, gördüyünüz kimi tavamıza suyumuzu tökdük və üzərinə duz əlavə edirik və suyumuzun belə deyəlim qaynamağını gözləyirik. Suyumuz qaynayana kimi ərzaqlarımızı belə deyim doğrayıb və qovuracağıq. Deməli əziz izləyicilər, ilk öncə başlayırıq soğanımızı xırda-xırda doğramağa. Soğanımızı bu şəkildə kəsib, bax belə hissələrlə bölürük. Və bax beləcə xırda-xırda soğanımızı doğrayırıq. Beləcə xırda-xırda doğrayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi soğanımızı belə doğradıq. İndi başlayırıq qızartmağa. Deməli əziz izləyicilər, gördüyünüz kimi yağımızı qoyduq və üzərinə soğanlarımızı əlavə edirik. Və yaxşıca beləcə qarışdırırıq ki yağımız ərsin və soğanlarımız qovrulsun. Ona kimi digər tərəvəzlərimizi doğrayırıq. Deməli əziz izləyicilər, soğanımız qovrulana kimi pomidorlarımızı xırda-xırda doğrayırıq. Neçə hissəyə belə bölüb belə xırda-xırda doğrayırıq. Burada pomidor içində əziləcək, yəni bişəcək. Buna görə balaca yekə fərqi yoxdur. Əsas odur ki, belə deyək, doğrayaq. Soğunu çıxardırıq ki olmasın. Beləcə doğrayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi pomidorumuzu doğradıq və soğanımız belə deyək biraz qovruldu və üzərinə sarımsağımızı əlavə edəcəyik. Deməli əziz izləyicilər, sarımsağımızı bax belə rəndədən keçirdirik ki, daha da gözəl tam versin. Yəni
xırda olsun. Baxın görürsüz beləcə xırda olur. Mən buna bir harca 5-6 diş sarımsaq edirəm. Buna xüsusi tam verir sarımsaq. Düşdü bu da. Adamın əlindən sürüçür. Deməli əziz izləyicilər, sarımsağımızı da əlavə etdik. Belə deyək, soğanımızın içinə biraz da bax belə edirik ki, qarışsın bir-birinə, sarımsaq qovrulsun və ətimizi əlavə edib ətimizi də belə deyərdim pişirib. Biraz da ət pişəndən sonra deməli tomatımızı, pomidorumuzu da belə deyək əlavə edəcəyik. Onu da qeyd edim ki, əziz izləyicilər, makaronumuz duzlu suda bişir. Gördüğünüz kimi əziz izləyicilər, makaronumuz da bax burada belə duzlu suda bişir. Sonra bunun suyunu süzəcəyik və o digər sosumuzun üzərinə tökəcəyik. Əziz izləyicilər, gördüğünüz kimi ətimiz də belə bax biraz belə qovruldu. Üzərinə pomidorumuzu əlavə edirik. Pomidorumuz belə pişsin. Üzərinə təbii ki istiot əlavə edirik. Qara istiot, qırmızı istiot kim necə xoşlayır. Tuz əlavə edirik. Və bir də əziz izləyicilər, bax yadımdan çıxdı qeyd edeyim, buna da biraz tomat tökürük ki, yəni rəngi qırmızı olsun, daha da yaxşı olsun. Deməli əziz izləyicilər, bax bu qədər də tomat əlavə edirik. Gördünüz necə gözəl alındı. Və ağzını örtürük ki, biraz su versin, sos kimi olsun da və belə buğunda bişsin. Deməli əziz izləyicilər, gördüyünüz kimi artıq sosumuz hazır oldu. İndi vermişiklərimizi əlavə edirik bax bu sosumuzun içinə. Deməli əziz izləyicilər, makaronlarımızı bax beləcə süzdük və əlavə edirik belə deyək sosumuzun içinə və beləcə qarışdırırıq. Görün necə gözəl alındı. Hətta altını vamxodda qoyuruq ki, isinsin, pişsin. Artıq hazır oldu. Görürsünüz necə gözəl alındı. İnandırım sizi, çox dadlı və gözəl çıxır. Gördünüz əziz izləyicilər. İndi boşqaba qoyub süfrəyə verə bilərik. Bax belə əziz izləyicilər, gördüyünüz kimi artıq hazır oldu makaronumuz. Beləcə eləyin, nuş olsun. Çox dadlı və gözəl çıxır. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.